20 may dünyada Ümumdünya Arı Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası bu qərarı 2017-ci ildə qəbul edib. Məqsəd isə sadə, amma çox mühümdür. Arıların və digər tozlandırıcıların ekosistem və insan sağlamlığı üçün əvəzolunmaz rolunu xatırlatmaq və bu sahədəki çağırışlara diqqət çəkməkdir. Arıçılıq ölkəmizdə də heyvandarlıq sahəsində mühüm yer tutur. Ölkəmizdə Cənubi Qafqazda mövcud olan bütün nektarlı bitkilərin böyük əksəriyyəti, təqribən 70%-ə yaxını yerləşir. Eyni zamanda ənənəvi olaraq ölkəmizdə arıçılıq təcrübəsi mövcuddur. Hətta ölkəmizdə daimi mövcud olan arı cinsləri də var ki, bu arı cinslərindən seleksiya aparmaqla dünyanın bir sıra ölkələrində başqa arı cinsləri yaradılmışdır. Arıçılıq istehsalı həm əhalinin məşğulluğunun təmin olunması baxımından, həm mövcud təbii resurslardan maksimal dərəcədə effektli istifadə etməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə arıçılığın inkişafı istiqamətində son illər bir sıra addımlar atılıb. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən arıçılıq təsərrüfatlarında sağlamlaşdırıcı tədbirlər mütəmadi olaraq həyata keçirilir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən öz səlahiyyətləri daxilində arıçılığın inkişaf elətdirilməsi, onun xəstəliklərdən qorunması, istehsal olunan məhsulun təhlükəsizliyinin təmin olunması, istehsal olan məhsulların ixrac potensialının və coğrafiyasının genişləndirilməsi istiqamətində işlər aparır. Qeyd eləyək ki, hazırda Azərbaycandan Yaponiya və Körfəz ölkələrinə, eyni zamanda başqa ərəb ölkələrinə bal ixracı həyata keçirilir. Növbəti hədəfimiz kimi hazırda Avropa Birliyi ölkələrinə Azərbaycanda istehsal olunan bal və digər arıçılıq məhsullarının ixracı istiqamətində işlər aparılır. 2024-cü ildə Respublikanın 52 şəhər və rayonuna aid 151 kənd və qəsəbəsində 563 arıçılıq təsərrüfatında mövcud olan 11540 arı ailəsindən götürülmüş nümunələrin müayinəsi nəticəsində xəstəlik və xəstəliyə dair şübhəli hallar aşkarlanmayıb. 2025-ci ilin fevral-aprel ayları ərzində isə aparılan monitorinqlər zamanı Gəncə Daşkəsən iqtisadi rayonunda 55 nümunədə, Şəki-Zaqatala iqtisadi rayonunda isə 14 nümunədə parazitar xəstəliyi olan nozematoz xəstəliyinin törədicisinə rast gəlinib. Monitorinqlər çərçivəsində təsərrüfat sahiblərinə aidiyyəti təlimatlar verilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə təbliğat tədbirləri həyata keçirilib.